saç tökülməsi, D vitamini eksikliği, yaraların geç sağalması, D vitamini eksikliği, yorğunluq və halsızlıq, D vitamini eksikliği, sümük və əzələ ağrıları, D vitamini eksikliği, tez-tez xəstələnmək, D vitamini eksikliği, əzələdə spazm və qızolmalar. D vitamini eksikliği. Eğer bu saydığım əlamətlər sizdə də varsa, deməli sizin orqanizminizdə də D vitamini eksikliği var. Və vaxtında qarşısını almasanız daha ciddi problemlərlə nəticələnəcək. Necə qarşısını alasınız? Diqqətlə qulaq asın. Yaxınlaşırsınız aptekə, Desol D vitamini əldə edirsiniz. Niyə Desol D vitamini? Çünki Desol D vitamini Türkiyə istehsalıdır, zeytun yağında həll olunub və ən əsası nömrə 4-dür. Yəni siz hər dəfə aldığınız D vitamininin qiymətinə Desol D vitamini alırsınız, amma bir həftə yox, tamlığına 4 həftə qəbul edirsiniz. 4 həftə, 8 həftə qəbul etdiyiniz zaman bütün bu saydığım əlamətləri və D vitamini çatışmamazlığından yaranan əlamətləri aradan qaldırır. İstifadəsi çox rahat. Həftədə bir flakon ya yoğurta, ya qatqa, ya sevdiyiniz hər hansı bir süd məhsuluna əlavə edib içirsiniz. Zeytun yağında həll olduğu üçün, Türkiyə istehsalı olduğu üçün kifayət qədər keyfiyyətlidir və büdcəyə uyğundur. Bu videonu hər kəslə paylaşın və ekrandakı ürəyi qızardıb mütləq məni takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əzizlərsiniz, balaoğlanlar, hər zaman sağlam qalasınız.